Multizan D3 D vitamini ihtiyacını tam ödəyir. Spesifik qoxusu olan Vyetnam mazı müalicəvi və profilaktik məqsədlərlə istifadə edilir. Maz xaricə tətbiq üçün nəzərdə tutulub. Onu dəriyə çəkmək, sonra dəqiqələrlə ovmaq lazımdır. Bu maz 1954-cü ildə Vyetnamda qədimdən bəri xalq təbabətində istifadə olunan vasitələrə əsaslanaraq hazırlanıb. Tərkibindəki komponentlər bunlardır. Əziz dostlar, Azərbaycanın ən çox abunəsi olan maarifləndirici YouTube kanalını izlədiyiniz üçün sizə təşəkkür eləyirəm. Bu kanalda yalnız və yalnız insanlara faydalı məlumatlar verilir. Bu videoların daha çox insana çatması isə sizdən asılıdır. Videomuzu bəyənsəniz, şərh yazsanız və kanalımıza abunə olsanız, bu videolar daha çox insana çatacaq və daha çox insan bu videolardan faydalanacaq. Tərkibindəki komponentlər bunlardır. Kristallik mentol, kamfora yağı, istiot nanəsi yağı, evkalipt yarpaqlarının yağı, mixək yağı, Çin darçını yağı, kömək edici vasitələr kimi arı mumu, parafin, susuz lanolin, vazelin, parafin yağı, itburnu yağı da qatılıb. Kristallik mentol və istiot nanəsi yağı soyuducu və ağrı kəsici effektə malikdir. Evkalipt yarpaqlarının yağı və itburnu yağı ağrı kəsici və iltihab əleyhinə vasitədir. Kamfora yağı yerli iltihab əleyhinə və ağrı kəsici kimi effektivdir. Darçın yağı qan dövranını yaxşılaşdırır və sinir uclarını sakitləşdirir. Mixək yağı antiseptik, spazma qovan və möhkəmləndirici xüsusiyyətlərə malikdir. Maz nöqtə tətbiqində ağrı hissini aradan qaldırır və bədəndə temperaturu tənzimləyir. Parafin, arı mumu və lanolin birlikdə mazın yaxılmasına və mənimsənilməsinə imkan yaradır. Vyetnam mazı universal dərman vasitəsidir. İstənilən lokal ağrını aradan qaldırmaq qabiliyyətinə malikdir. SSRİ vaxtı ona qarşı tələbat çox böyük idi. İndi isə o öz şöhrətini itirib. İstifadə qaydası. Vyetnamda aparılan araşdırmalar nəticəsində mazın elmi və profilaktik xüsusiyyətləri rəsmi şəkildə təsdiq edilib. Tərkibi insan dərisinə neqativ təsir etmir. Maz dəriyə tez hopur. Qan dövranını tonuslaşdırır, stimullaşdırır və sürətləndirir. Ağrı olan yerdə temperaturu aşağı salır, dəri qatlarından toksinləri çıxarır. Amma bəzi insanlara allergik təsir göstərməsinə də rast gəlinib. Sağlam dəriyə vursanız, orqanizmdə endorfin, kefalin və digər birləşmələr yaranır ki, onlar damarların axım qabiliyyətini yüksəldir. Yekunda sinir uclarındakı ağrılar azalır. Tənəffüs sisteminin iltihabi xəstəliklərində mazın istifadəsinə icazə verilib. Həmçinin baş ağrıları ilə mübarizədə də effektivliyi sübut edilib. Həşərat dişləmələrində xoşagəlməz simptomatik əlamətlərin aradan qaldırılmasına kömək edir, qaşınmanı, şişməni, qızarmanı aradan qaldırır. Göbələk xəstəlikləri zamanı. Bu tip xəstəliklərdə dəriyə qulluq vasitəsi kimi və ya göbələk infeksiyası ilə mübarizə üsulu kimi istifadə edilir. Dərini yumşaldır, antibakteriyal olaraq çıxış edir, sağalmanı sürətləndirir. Göbələklərdən xilas olmaq üçün hər gün zədələnmiş nahiyəyə bu mazdan çəkmək lazımdır. Proseduru axşam yatmazdan əvvəl yerinə yetirmək ən yaxşısıdır. Bel və əzələ ağrıları zamanı. Ağrıyan yerlərə mazı sürtün. Üzərini məxmər məhraba və ya pambıq parça ilə örtün. Dabanları yumşaltmaq məqsədi ilə. Quru və çatlamış dabanlara Vyetnam mazını nazik qatla çəkin. Üstündən hava keçirən corab geyinin. Gecəni belə qalsın, səhər oyananda ayağınızı yuyun və ölü dəriləri qoparın. Narahatlıq yoxa çıxanadək hər gün proseduru təkrarlayın. Mazın yumşaldıcı və hamarlaşdırıcı xüsusiyyətləri sayəsində dabanlarınız daha hamar olacaq. Həşəratlardan qorunmaq üçün. Həşəratlardan qorunmaq üçün satılan vasitələrin əksəriyyəti orqanizmə zərərli komponentlərlə zəngindir. Bu məqsədlə Vyetnam mazı istifadə etmək məsləhətdir. Çünki o təbiidir. Maz bütün həşəratları sizdən uzaq saxlayacaq. Yayda evinizə həşəratların köçməsini istəmirsinizsə, pəncərə çərçivələrini bu mazla yağlayın. Kəskin qoxu əleyhinə.
Spesifik qoxusu ilə hamıya xoş gəlməsə də, başqa pis iyləri arxa plana atmaqda mahirdir. Bu da o deməkdir ki, dözülməz üfunətdən məhz bu maz sayəsində yaxa qurtara bilərsiniz. Nəm dəsmala bu mazdan az miqdarda qoyun. Bükün və bir küncdən asın. 10 dəqiqə sonra burnunuza yalnız müalicəvi otların xoş qoxusu gələcək. Göyərmələr zamanı. Bir çimdik duzla Vyetnam mazını qarışdırın və dərinin göyərmiş hissələrinə sürtün. Müntəzəm şəkildə bu cür tətbiq zədələrin sürətlə yox olmasına kömək edir. Maz nahiyədə qan dövranını yaxşılaşdırır. Yüngül zədələr nəticəsində ağrıyan yerlərə mazı çəkin. Bir neçə dəqiqə ovun. Yaralarda isə mazı yaranın ətrafına sürtün. Bu, yarıya infeksiya daxil olmasının qarşısını alacaq. Soyuq dəymə zamanı. Bu məqsədlə istifadəsi geniş yayılıb. Burun axması və qripin profilaktikasında və müalicəsində mazı burun pərlərinin xaricinə sürtmək lazımdır. 30-60 saniyə ərzində nəfəs almanı yaxşılaşdırır. Tərkibindəki efir yağları xəstəliklərin simptomunu azaltmağa kömək edir. Quru öskürək zamanı. İnqalyasiya kimi istifadə etmək olar. 1 litr qaynar suya 1 çimdik maz qatın. Başınıza dəsmal salın və özünüzü qarışımın buğuna verin. Proses 10 dəqiqə çəkməlidir. Ehtiyatlı olun. Çox qaynar buxarla nəfəs almayın ki, burunun selikli qişasını yandırmayasınız. Baş ağrıları zamanı. Mazın köməyi ilə bu cür ağrılardan xilas olmaq da mümkündür. Bu məqsəd üçün boyundan qulaqlara qədər, həmçinin gicgahlara da mazı çəkmək lazımdır. 15 dəqiqə sonra ağrıdığınız yadınızdan çıxacaq. Diş ağrıları zamanı. Mazı ağrıyan diş tərəfdən yanağa çəkin. Uğurlu nəticə əldə etmək üçün mazı qulaq məməsinə yağlamaq və astaca ovmaq lazımdır. Nevroz və stres vaxtı. Tərkibindəki efir yağları sayəsində maz, yorğunluq və həyəcan hallarında neqativ hissin aradan qaldırılmasını, ruhi harmoniyanın bərpasını təmin edir. Bunun üçün bir çimdik mazı isti suya qatın. Ayaqlarınızı bu suyla vanna edin. Radikulit zamanı. Mazı problemli nahiyəyə çəkin və ovun. Prosedur gündə 2-3 dəfə olmaqla ən azı 3 ay davam etməlidir. Dəniz xəstəliyi zamanı. Gicgaha və boyuna Vyetnam mazı sürtmək dəniz xəstəliyinin simptomlarını azaldır. Daxili orqanların piylənməsini azaltmaq məqsədi ilə kamfora həbini əzin, spirtlə qarışdırın. Üzərinə yemək sodası və Vyetnam mazı əlavə edin. Vahid kütlə əldə edənədək qarışdırın. Alınan qarışımı axşam yatmazdan qabaq qarnınıza sürtün, üstündən polietilen sarğı bağlayın. Bir də səhər oyananda açın. Zərərləri və əks təsirləri. Mazı silikli qişalardan, açıq yaralardan uzaq tutmaq lazımdır. Yoxsa sağalmaq əvəzinə səbəb olduğu yanıqlarla və allergiyalarla rastlaşa bilərsiniz. Hətta iltihaplanmaya start verə bilər. Düzgün tətbiq edilməsə, bir çimdik maz belə gözlə görüləcək qədər mənfi təsirə malik olur. Hamilələrə və süd verən analara bu mazdan istifadə etmək tövsiyə edilmir. 5 yaşdan aşağı uşaqlar, bronxial asmadan əziyyət çəkənlər, mazın tərkibindəki maddələrdən hər hansı birinə allergiyası olanlar, ekzema xəstəliyi olanlar da mazdan uzaq durmalıdır. İndividual allergiya və dozanın aşılması zamanı simptomlar bunlardır. Ürək bulanma, ishal, baş ağrısı, qarında sancı, təngnəfəslik, allergik reaksiya. Mazı istifadə etməzdən əvvəl biləyinizə az miqdarda çəkərək ona qarşı allergiyanız olub-olmadığını yoxlayın. Əgər dərinizdə qızartı və ya səpki yoxdursa, rahatlıqla istifadə edə bilərsiniz. Varsa, istifadəsi qəti tövsiyə edilmir.